Afisyo da brat, mən 12 ildir, 12 ildir. Yəni 12 ildir mən talışlarla anasına batsın demişəm. Bu dəqiqə bugün üçün də sizin oğlan çağırım bu dəqiqə. Talış. Ay bu abram. Andolalla deyir ki, brat, elə düzsən. Nə olsun, nə deyir talışam? Lənkəranın düz göbəyindəndir, özündəndir, şəhərindəndir. Deyir, brat, düz eləyirsən. Qaqa, talışların içində deyirəm, var, çatanı var. Amma talışlarda yoxdur elə bir oğlan, geçsin Ali Rəhmovun ağzını cırsın. Bütün talışlara aid eləyirəm. Yoxdur elə bir oğlan. Всё, закончил. İndi məndə talışlara fikir bildirəm, Apşekovumlu. Çatır elə bir talışların içində oğlan, Ali Rəhmovun dizin yerə qoysun, mavi yol zənciləsin ki, qaqaş, Ali Rəhmovu döymüşük, ağzı partlayıb, Kənan aktyor, sən oğlan məndən üzr istəyərsən. O üzr istəyir, sən də məndən üzr istəyərsən. Mən oğlan qoşub yəni deməsən ki, ay talış balası, elə sən talış balası, üzrü say. Nu, o başqa şeydir. Amma yox, eləyəmirsə o talış balasıdır. Elə Apşakovun talışlara avc eləyəm. Satır, gedin nayezd eləyin, gedin qaqaş, dizin çöktünü yerə deyim elə talış balasısınız. Zonla söhbəti getməyir, elə mən də Ağzabədli balasıyam, Bakıdayam, poxuy marozdur. 10 milyon arasını payısını qoruyan bu oğlan, and olsun Allah, elə necə lazımdır ürəksə, ermənidən qorxmayan oğlanım. Başa düşdün hə? 2 dənə AK-45 ilə qoyub ermənin ağzını partladan oğlanam. Miniyə pox, ikili sallarsan. Lütfə deyim ki, bəlkə də qalsın. Nut havaya baç edeyim. Süper yol. Mən də deyirəm ki, talışların içində Dassonu götdə oğlan var. Talışlarda götdə oğlan var, geçsin onun ağzını cırsın. Mən də o şey danışıram ağzında, o balası ola. Götdə oğlan var, talışdan geçsin onun ağzını cırsın. Yox var. Yoxdur, yoxdur, brat, yoxdur.